Bayır şəhəri məhv edənlər Azərbaycan xalqının düşmənləridir. Fasad hissəsi sökülüb. Lev Tolstoy 121-də möhtəşəm bir binanı, ikinci mərtəbəsini zorla dağıdıblar. Özdə hansı evləri ki, vətəndaşları psixoloji təsirə, hədiyyə məruz qoyaraq əllərindən alırlar və dərhal da içəridən onu sökməyə başlayırlar. Yerli sakinlər dayandıra bilib bu prosesi nəhayət. Əgər söküntü qanunidirsə, gecələr niyə sökürsünüz? İçəridən niyə? Bakının qala divarlarının çölündə salınan 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində neft bumu dövründə inkişaf edən Avropa və Şərq memarlığının kəsişdiyi Bayır şəhər hazırda yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Sakinlər deyirlər ki, buradakı söküntü işləri qanunsuzdur. Çünki ərazi Bakı şəhərinin baş planı 2040-da xüsusi mühafizə zonası kimi göstərilib. Tarixin çox ağır və çətin günlərindən 21-ci əsrə kimi böyük bir çətinliklə gəlib çatmış bu ərazi, abidələr qorunmağa ehtiyacı var. Və mən istəməzdim ki, bu bina bir çox başqa binalar kimi aqibəti sonda dağılmaq olsun. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində qala divarlarından kənarda nə tikilibsə, onlar Bayır şəhəri adlanır. Elə əvvəlcədən Bayır şəhəri adlanırdı. Məsələn, Abdullah Şaiq 20-ci əsrin əvvəlində İçəri şəhərdə yaşayırdı və xatirələrində yazır ki, biz Bayır şəhərə köçdük. Memarlıq abidələri ilə yanaşı, siyahıda olmayan memarlıq abidələri ilə də bu Bayır şəhərin mühiti bir ansambl təşkil eləyir, memarlıq ansamblı təşkil eləyir. Tarixi abidə siyahısında olmayan hər hansı bir bina sökülərsə, onda bütövlükdə ansambl pozulmuş olar və içəri şəhərin ruhu pozulmuş olar. Eləcə də Bakının keçmiş görkəmi pozulmuş olar. Ərazidə yerləşən istər ölkə əhəmiyyətli abidə, istər yaşayış binası qorunmalıdır. Bərpa və ya yenidən qurma lazım olarsa, bu yalnız qanunla müəyyən edilmiş müvafiq orqanlar və mütəxəssislər tərəfindən aparılmalıdır. Amma sakinlər hədə-qorxu ilə ərazidən çıxarılır, ərazidə qanunsuz söküntülər lenti alanlar hücuma məruz qalır, Bayır şəhərin qorunması üçün kampaniya aparanlar cərimələnir, qorxudulur. Evimə 3 nəfər quldur killer göndərərək Zülfəli İsmailov məni qətlə yetirmək üçün göstəriş vermişdi. Mən evimdə olmamışam, təsadüf nəticəsində sağ qalmışam və bu kamera görüntülərində 30 iyul tarixindən bu günə qədər Azərbaycan dövlətinin bütün qurumlarına, aidiyyət qurumlarına göndərmişəm və polis idarəsi bu günə qədər həmin cinayəti araşdıra bilmir. Tanınmış memarımız Əbdülhüseynova qarşı birbaşa Zülfəli üzünə deyib ki, səni itirərəm, izin tapılmaz. Biz yazmışıq ki, tariximizi məhv etməyin. Bayır şəhər tarixdir. Bunu divarlara yapışdıran xanımı 30 manat cərimə eləyirlər. Bu nə yapışdırıb ki, 30 manat cərimə eləyirsin? Vətənpərvərlik barədə yazılan şüarlar nə vaxtdan qadağan olunub? Sakinlər, memar və ziyalılar deyirlər ki, burada məhv edilən təkcə tarixi binalar deyil, milli irs, tarix və tolerantlıq da hücum hədəfidir. Yuxarıda Təzəpir məscidi yerləşir. Ondan 1-2 tin aşağıda 19-cu əsrin sonuna aid olan kilsə yerləşir. Bu qonşuluq ənənələrinə nümunədir. Bu ərazinin tolerantlığına nümunədir. Bir tərəfdə kilsənin zəngi eşidilir, o biri tərəfdə azan səsi eşidilir. Nəriman Nərimanovun ev muzeyi bu ərazidə yerləşir. Hüseyn Cavidin ev muzeyi, Abdullah Şaiqin ev muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, məşhur musiqiçilər Rastropoviçlərin ev muzeyləri burada yerləşir. Bu o deməkdir ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlinə aid olan bütün ədəbi mühitin bu küçələrdə izi var. Kütləvi informasiya vasitələrində deyilir ki, burada binalar sökülməyəcək, hətta abidə olmayan binalar saxlanılacaq və s. Amma biz tam əksini görürük. Abidə olmayan binalar dağıdılır, yəni əhali köçürülür, oradan dağıdılır. Elə binalar var ki, bir vaxt abidə olub, reyestrdən çıxarılmışdır və indi də sökülür. Yəni çox belə rahatlıqla sökülür.
Amma bu o küçənin ansambl quruluşunun bir hissəsidir. Gələn insanları maraqlandıran tikililərdir, onların strukturudur. Bu insanlar necə yaşayıb, burada insanlar necə bir-birinə ünsiyyət saxlayıb. Eybəcər, xoşa gəlməz, yəni vaxtı keçmiş, bir çox başqa o sözlərdən istifadə edərək bunları yəni solğun gözlə və çox bir qaranlıq bir sima kimi göstərmək istəyirlər. Əsla bu belə deyil. Burada həm şərqin, həm də qərbin elementləri var. Bir daha demək istəyirəm ki, bu binanın qorunub saxlanılması çox yaxşı olardı. Bir xalqın tikintisi, bir xalqın abidələri, bir xalqın memarlıq yəni yanaşması onun mədəniyyətindən xəbər verir. Onun irsindən, onun tarixindən xəbər verir. Bakı Şəhər İcra Hakimiyyəti şəhərin yeni baş planına uyğun olaraq Bayır şəhərin də daxil olduğu ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş, istismar müddətini başa vurmuş, həmçinin şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi, yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi üçün komissiya yaradılıb. Bu qatı cinayəti törətmək üçün bir komissiya yaradıblar, mənşəyi bilinməyən. Komissiyada Bakı Şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdürü Zülfəli İsmailov və onun quldur bandası rəhbərlik edir. Bir mənalı bildirilir ki, Zülfəli İsmailov quldurdur. Quldurcasına ərazini məhv edir kiminsə göstərişi ilə. Hərçənd ərazinin sökülməsi çoxdan planlanmış, binalar nömrələnmişdi. Sakinlər deyirlər ki, bu ərazilərdə binaların restavrasiyası turizm baxımından da faydalı ola bilər. И мы боимся потерять вот все эти архитектурные, исторические здания, капитальные на века, которых тысячи людей прожило, тысячи семей, историй здесь прошло. Надо попытаться сохранить его. Давайте вместе сохраним наш Байыр-Шәһәр. Не позволяйте просто так кому-то, вандалам, прийти и разрушить все то, что здесь исторически сложено. Здесь история города, здесь открытый музей под открытым небом. Туристы могут здесь много узнать всего именно про наш настоящий Азərbaycan, настоящий Баку. Biz bunu çalışıb saxlayaq. Restavrasiya əsasən işlərini aparmaq üçün şərait yaradaq. Bu binanın saxlaya bilsəydik, turizm sahəsində bunun da yəni yardımı ola bilərdi. Bayır şəhər sakinləri, memar və ziyalılar uzun müddətli söküntü işlərinə mane olmağa çalışırlar, bütün hüquqi yollardan istifadə edib olan qalan Bakı üçün sos deyirlər. Amma icma vandalizm adlandırdığı aktlar qarşısında acizdir. Ziyalısı susan xalq ölümə məhkumdur. Danışın, deyin, qorxmayın. Hamını kütləvi işdən çıxarda bilməzlər. Elm adamlarının elmini əlindən ala bilməzlər. Danışın, qorxmayın, deyin və gəlin tariximizə sahib çıxaq.